Salam dostlar, başqa bir maraqlı məntiq sualı ilə qarşınızdayıq. Gördüyünüz bu məsələni sizlərlə birlikdə həll edəcək. Yaxşı olar ki, videonu durdurub cavabı özünüz tapmağa çalışasınız. Əgər həll edə bilsəniz, cavabı şərhlər bölməsində bizimlə paylaşın. Burada məntiqi riyazi qanuna uyğunluğu taparaq doğru cavabı müəyyən etmək tələb olunur. Gördüyünüz kimi dairə daxilində rəqəmlər verilmişdir. Bağlantılar vasitəsilə də bir-birləri ilə birləşdirilmişdir. Diqqət etsək, bu məsələnin çox da çətin olmadığını görərik. Bu 1 ədədini və bu 2 ədədini kvadrata yüksəldirik. 1-i kvadrata yüksəldəndə 1 alınır, 2-ni kvadrata yüksəldəndə isə 4 alınır. Bunları toplayırıq və 5 cavabını alırıq. İndi isə 5-in kvadratı ilə bu aşağıdakı 2-nin kvadratını cəmləyirik. 25-in üzərinə 4 gəlsək, sağ tərəfdəki dairənin içərisindəki rəqəmi alırıq, yəni 29 ədədini. Sual işarəsinin yerinə yazılacaq ədədi tapmaq üçün də eyni üsuldan istifadə edirik. 29 ədədini və bu 2 ədədini kvadrata yüksəldirik. 29 vur 29 edəcək 841. 2-nin kvadratı da edir 4. Sonda isə 841 və 4-ü toplayırıq. Cavabımız 845. Əziz dostlar, video sizin üçün faydalı oldusa, bəyən düyməsini vurmağınızı sizdən xahiş edirik.